Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünkü verilişimizdə də Şah İsmail Xətaiyə dil uzadılması barədə və bunun köklü səbəbləri barədə danışacağıq. Fonda gördüyünüz şəkillərdə bu 4 nəfərin şəkli burada qoyulması ilə bu 400 minlərlə insanın təmsil olunması deməkdir. Yəni Erdoğan'ın biz şəklini ona göre koyduk ki Şah İsmail içeriden dışarıdan vatanımızı sarstı, salladı, eyvallah demedik. Ona göre koyduk ki o birbaşa bir hükümet mensubu olarak Azərbaycanla ve Azərbaycançılıqla ve məxsusən Şah İsmail Səfəvi ilə açıq düşmənçiliyini ortaya koyur. Ve bununla da Türkiye sevərləri, Türk pərəstləri, Türkistləri şahımıza qarşı və dolayısıyla milli mənəvi kimliyimizə qarşı, tariximizə qarşı qaldırır. Və bu tarixi düşmənçiliyini eyni zamanda Avropa ilə Asiyanı birləşdirən körpüyə Səfəvi dövlətinin, Azərbaycanın qatı düşməni olan, Təbrizə hücum eləyib onu yandıran, Təbriz qadınlarını öz əskərlərinə halal bilən bir Azərbaycan düşməninin Sultan Səlimin adını verməsi bunun bariz nümunəsidir. İkinci Fazıl Mustafa'ya gələndə, yəni siyasi arenada Şah İsmail'e qarşı ciddi düşmənçilik var. Yəni bu siyasetçiler ki mənbəsini Qərbdən, Avropadan götürürlər, bunlara Azərbaycanın tarixi keçmişi, zəngin dövlətçilik tarixi sərf etmədiyinə görə bu cür siyasi düşüncə formalaşdırmağa çalışırlar. Və bunun önündə də Qərbin kuklası hesab olunan Nurçular deyilən Fethullah Gülənin başçılıq etdiyi Nurçu gruplaşması, sektası ki sonradan onu FETÖ terör grubu adlandırdılar. Əsasən bunlar dururlar. Bunlar bacardılar ki siyasi arenaya, böyük vəzifələrə öz kadrlarını yeritsinlər, akademiyaya öz kadrlarını yetiştirsinlər, yeritsinlər və orada açıq-aşkar bizim milli mənəvi tariximizə, milli kimliyimizə, dini kimliyimizə düşmən kəsilsinlər. Yəni bunlar bizim bütün tariximizi inkar eləməkdədirlər. Bunlar Səfəviliklə yanaşı digər Azərbaycan hakimiyyəti ki Osmanlıya qarşı olublar, bu hökumətlərə qarşı düşmən kəsiliblər. Ona görə də bunlar birbaşa belə deyək ki Azərbaycan düşmənlərinə şans yaradan addımlar atırlar ki ermənilər sabah açıq-aşkar gəlib desin ki sizin tarixiniz 1918-ci ildən o tərəfə mövcud deyil. Qalan tarixlər sizin deyil, İranındır. Və digər tərəfdən Elnur Nəsirovu Şah İsmail Xətai, Şah İsmail Səfəvi və Səfəvilər hak etmədikləri, layiq olmadıkları çox uca bir məqama qaldırılıb qoymuşlar. Bizim məqsədimiz onu oradan endirib, layiq olduğu yerə qoymaqdır. Şəklini ora qoymaqda akademiya mənsublarının da bu mikropla zəhərlənməsini sizə təqdim eləməkdir ki, akademiyada da bugün səslərini çıxartmağa cürət eləməsələr də əvvəlki tarixlərə biz baxanda görürük ki, onlarla yüzlərlə tarixçilər, akademiya mənsubları var ki, Şah İsmail hakimiyyətinə dil uzadırlar və onu məzhəbçi kimi təqdim edirlər. Səbəb məzhəbçilik deyil, səbəb onun Türkiyəyə, Osmanlıya qarşı müqavimət göstərməlidir. Yəni göstərməlidir. Yəni Şah İsmail hökumətinə, Səfəvi hökumətinə hücum eləmiş, torpaqlarını zəbt eləməyə çalışan Osmanlıya müqavimət göstərməsidir. Bu dərəcədə bu insanlar özlərini satıblar ki, xalqımızı, dövlətimizi müdafiə eləyən bir qəhrəmanımızı düşmən kimi təqdim eləməyə çalışırlar. Qamət Süleymanova gələndə isə İsmail Xətaiyə bizim münasibətimiz necə olmalıdır? Yani bilirsiniz o aslında Əhlüsünnə qatilidir. Zındığın biridir.
Yəni bu obrazı burada belə təqdim etməklə onu demək istəyir ki, Şah İsmailin məhz Şiə məzhəbinə, Əhl-i Beyt məktəbinə, Peyğəmbər məktəbinə mənsub olduğu üçün Vahabi firqəsi başda olmaqla bütün məzhəbçilər, nurçular da bunun içərisindədir, digər dini sektalarda bunun içərisində ki, birbaşa Qərbin, İsrailin maraqlarına xidmət edirlər. Bunlar da açıq-aşkar Şah İsmaillə düşmənçiliklərini ortalığa qoyurlar. Niyə? Çünki onların çürük ideologiyasına qarşı mübarizə aparan şəxslərdən biri, akademik səviyyədə mübarizə aparan, elmi, mədəni, hərbi mübarizə aparan şəxs Şah İsmail Səfəvi olmuşdu. Ona görə də bu insanlar hər tərəfli mübarizə apararaq bizi tarixə bağlayan bütün kökləri məhv eləməyə çalışırlar. Necə Səudiyyə Ərəbistanında, Məkkədə, Mədinədə İslamın tarixi abidələrini aradan aparıb İslamı tarixdən silməyə çalışırlar. Burada da eynən bu sektalar öz işlərini görürlər. Və digər tərəfdən məzhəbdəki milli mənsubiyyət yanaşmaları da burada rol oynayır ki, əvvəl bəhsimizdə də qeyd elədik ki, Elnur Nəsirovun fars olması, panturkistlərin belə də ki, o çürük ideologiyanın qurbanına, Qərbin çürük ideologiyasının qurbanına çevrilməsi öz rolunu göstərir ki, Şah İsmailin türk kimliyi, Şah İsmailin İslam kimliyi, Əhl-i Beyt davamçısı olmağı bunları narahat edir. Çünki onların dünyanı kölə kimi idarə etməsinin qarşısında Şahın təsis etdiyi Əhl-i Beyt məktəbinin müqaviməti durur. Ona görə də onlar onun əleyhinədir. Dəyərli izləyicilər, baxın bu insanlar bugün Şah İsmailə dil uzadırlar. Dünən İmam Hüseynə dil uzadırdılar. Ondan qabaqçı gün bizi tarixi köklərimizlə bir yerə bağlayan xalqlarla düşmən eləməyə çalışırdılar. Bizi İranla düşmən etməyə çalışırdılar. Hansı ki, həmən o İran adlanan ərazinin hökmranlığı uzun müddət əgər milli mənafi baxımından yanaşsaq, türklərin əlində olub. Onları bizi ilə düşmən eləməyə çalışırdılar. Bütün bunlar göstərir ki, bu fitnəkar qövmlər, bu fitnəkar təbəqələr bizim xalqımızın bir nömrəli düşmənidir. Ona görə də onların fitnələri ilə, onların fitnələrinə uyub, kimisə dost, kimisə düşmən bilmək yanlış bir addımdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.